Hər kəsin sabahı xeyirli olsun. Səhər saat 5-dir. Oyandım ki, tur boyu çantamda nələr olacaq, bunları sizə göstərim. Hansı ki, mənim üçün ən vacib əşyalar bunlardır. Deməli, burada tripodlarım var. Həm kiçik tripod, həm böyük tripod, ikisini də yanımda gəzdirəcəm yan tərəfdə. Insta360-ımdır, olmazsa olmaz çubuğudur. Buradakı çantada mənim gimbalım var. Telefonla çəkilişlərimi o gimbal vasitəsilə eləyirəm. Burada Insta360-ın öz çantasıdır. Qorumaq üçün bu çantadan istifadə eləyəcəm. Burada gördüyünüz qara çanta mənim şəxsi əşyalarımı istifadə elədiyim, yəni qoyduğum çantadır. Ən çox yanımda gəzdirəcəyim çanta böyük ehtimal ki, bu olacaq. Çox vacibdir mənim üçün bu çanta. Burada hamının videolardan yaxından tanıdığı mənim baflarımdır. Ən çox yanımda gəzdirdiyim əşyalardan biridir. Burada instrumentlərimdir mənim, hansı ki, hər an lazım ola bilər. Hər ehtimala qarşı gəzdirəcəm. Məşhur kepkam. Nasosdur, təkərin boşalmağına, nəsə batmağına qarşı yanımda gəzdirirəm. Bu bağlantıları çadır və aparatlarını bağlamaq üçün çantanın üzərinə istifadə eləyəcəm. Yuxarı tərəfdə gigiyenik əşyalardır. Şampundur, sabundur, daraqdır, salfetkalardır, stəkan, çaynik. Burada mənim geyimlərimdir. Hamısını səliqəli şəkildə minimum yer tutacaq formada eləmişəm. Burada yağış əleyhinə olan plaşdır və çadırlarımdır. Daha doğrusu çadırımdır. Burada Decathlondan aldığım hələ istifadə eləməmişəm, sifdə olacaq. Yuxu tulumum var. Bu motosiklimiz Vogue DS 525X, 2 silindir, 525 kub, maye soyutmalı, 6 pilləli sürətlər qutusu olan və ən əsas yağ olaraq North Sea yağını istifadə eləmişəm. Çünki mənə elə gəlir ki, belə səyahətlərə çıxırıqsa, maksimum yaxşı yağdan istifadə eləmək lazımdır. Çantaları açıram ki, bütün əşyaları yavaş-yavaş yığmağa başlayayım yerinə. İndi isə hələlik. Hər kəsə salam. On günlük çıxdıq səyahətə. İndi birazdan Bakıdan, artıq şəhərdən uzaqlaşacağıq. Keçəcəyik rayon yollarına. Əsas əyləncəli yer orada başlayır. Deməli, məsələ nədir? Həmişə kimi problemsiz bir gün olmasın. Dünən axşam hər şeyi yoxladım, kontrol elədim. Arxayın oldum ki, hər şey qaydasındadır, heç bir problem yaşamayacağım. Amma nə oldu? Mikrofon, GoPro mikrofonu tanımadı, problem yaratdı. Bu da mənə bir də sübut elədi ki, icraya keçmək lazımdır mütləq şəkildə. Deməli, motosikletimiz Vogue DS 525X. Vogue barədə məlumatı olmayanlar üçün deyirəm. Çox güman ki, çox adamın Vogue barədə məlumatı yoxdur. Vogue Çinin ən belə deyək, yüksək səviyyəli, ən Avropada sayılıb sevilən, hörmət qoyulan Longines zavodunun brendidir. Longines artıq 30 mindən çox BMW-yə mühərrik, 30 mindən çox mühərrik istehsal eləyib. Hansı ki, paralel 2 silindir olan bütün BMW-lərin mühərriki Longines zavodunda istehsal olunur. Vogue da Longine'in öz brendidir. Çində satılır. Çində Longines adı ilə satılır. Altda balaca Vogue logosu. Qlobala isə daha yadda qalan olsun deyə Vogue adı ilə gəlir birbaşa. Etibarlılığına arxayın olduğum üçün araşdırdım. Qərara gəldim ki, bu motosikli əldə eləyim. Sağ olsun, Motovest də gətirdi. Kim də istəsə təlimlə yeni başlayan, enduro sevən adamlara uyğun gəlir. Deməli, bir dənə bu soxa-soxdan çıxaq. Onsuz yolları çox
Yaxşı tanımıram. Brand Moto'dan Notsi yağını aldıq. Notsi'nin 1040'ını tökmüşük motosikletimizə. Hər şey qaydasındadır. Mən yeni brend olduğu üçün, daha doğrusu bazarda yeni olduğu üçün birinci maraqlandım, xarici forumlara baxdım. Gördüm, yo, bunu almaq olar. O həqiqətən etibarlıdır. Bazardakı o adlı sanlı popüler yağların o kadar zayıf çıxıb, o kadar poddelkası çıxıb ki, görəndə ki, həqiqətən orijinal yağ gətirilib. Brand Moto'ya da, Nortsi'yə də arxain olub, orijinallığına arxain olub bu yağı əldə elədim. Hər şey də qaydasındadır, yağla bağlı, motorla bağlı da heç bir problem yaşamamışam. Hələ yola indi başlamışıq. Görək qabaqda başımıza nə gəlir. Gəldik, indi bir dənə zavtrıq eləyəcəyik Qədirxum restoranında yol üstü. Hardasa təqribi bir 5 dəqiqədən sonra. Nəsə GoPro məni həmişə kimi incidir. Çəkiliş Insta 360'da gedir bu dəqiqə. Özünüz də videoda görürsünüz yəqin ki. Səs inşallah ki, indi Qədirxumda biləcəm səs nə vəziyyətdədir. Allah eləsin ki, problem olmasın. Normal vəziyyətdə videomuzu çəkə bilək. Buna da heç etibar eləmirəm də. Çubuq çox silkələnir, qorxudur. Elə bilirəm dibindən qırılacaq bu dəqiqə. Neçə dəqiqə? 6 dəqiqə göstərir. Okey. Biraz hız yapalım. Korkuttun beni. Insta. Hara edirsən? Kuda, Insta, kuda. Qorxdum, elə bildim bu dəqiqə düşəcək. Az qalmışdı ya, ürəyim yerindən üzüldü. Mənim də deyil. Əməli başda stres yaşatdı mənə. Qoy görüm bunu nətər edirəm, bir dənə stabilizator qoyum. Kökündədir, amma yerindədir, qırılmayıb. Qaytarım biraz dala buna. Insta 360 yüksək sürətə tab gətirə bilmədi. Elə bil ürəyimə dammışdı, özüm ölüm. Elə fikirləşirdim ki, görəm bu bunu saxlayar yoxsa yox. Çubuq titriyir çünki çox. Aparat da GoPro'nun aparatıdır. Insta 360'ın bağlantısı deyil. Qorxdum ki, bu dəqiqə qışlarımız göydə qalacaq. Bununki şeydir də, bu çubuğunki ancaq uzatmayasam bu buradan bağlantıda. Uzatdım, bütün zibili çıxır. Ya da gərək sabit şəkildə bunu dik formada zajimliyim duqaya, qalsın duqanın üstündə. Onda da elə eləmək lazımdır ki, rula təsir olmasın. Sən də məni keçməyəcəksən, sən niyə mazq edirsən axı? Və basım keçim demə. Biraz sürət artan kimi Insta 360 özüm atdı çölə. Bir də gördüm gedir. Hansı bir yolumuz qalıb. İnşallah ki, GoPro da problem yaratmaz. Bir dənə vurum görüb çəkəcək. Haradasan? Yox abi. GoPro konkretli atqaz getdi. Onsuz ürəyimə dammışdı, GoPro mənim başıma oynatacaq. Belə tez gözləmirdim də, hələ indi başlamışıq. Nə olur, bir saat yarım deyil çıxmışıq yola. Nəysə. Oy bula. Yaxşı qutardıq, özüm ölüm, az qalmışdı təpəmizə əssin. Allah bilir indi kimin başına getdi. Heç dayanmağa da dəyməz. 150 ilə yerə dəydi. Dayanmağın mənası heç yoxdur da, yəni. Sağlıq olsun. Ay, yox, vecimizə də almırıq. Onsuz da mantik eləmişdi o bizi. Əsas Instaya heç də olmazsa əmanətdir. Bir də sən dibindən qırılma möhkəm dayan. Başqa da heç nə istəmirəm. Gəldik, çatdıq Qədirxum restoranına. Gedək saxlayaq, görək yer tapa bilirikmi? Görək bizim Həmid müəllimin motosikleti. Maşın hardadır? Sağdakı ağ, el, əla. Gedək berək onun qabağında saxlayaq, görək
Bunları da tapaq, bir dənə qəşəng zavtraq eləyək, ondan sonra yolumuza davam eləyək. Millət var ha, amma yay başlayıb hamı qaçır rayonlara, hər tərəf maşındır. Doludur zamanla. Vay dədə vay. Buradan çıxandan sonra yay kurtkasını geyinim gərək. Əməlli isti oldu. Dostlar, təkrar birlikdəyik. GoPro option qoydu bizi yolda. İndi hansı tərəfə gedirik? Gəncə Qazax yoludur. Şirvan, Sabirabad, Şuşa, buralar bizlik deyil hələ ki. Nəyə görə böyük Yapon brendləri Azərbaycana rəsmi distributorluq vermir? Belə deyək də, Yapon brendi distributorluq üçün müraciət edirsən, səndən tələb eləyir ki, mənə 700 kvadratlıq 2 mərtəbə obyekt olsun, konumu yaxşı olsun. Okey deyirsən, problem yoxdur, eləyərik deyirsən. Sonra deyir ki, sənə ancaq mənim verdiyim dizaynla ora dekor olunmalıdır. Rənglər mənim brendimin rənginə uyğun və s. və ilaxır. Ona da okey verirsən ki, problem yoxdur, onu da eləyərik. Bu dəfə də deyir ki, hansı ki o dizaynın qiyməti yəni 2 milyondan çox olur. Başqa heç bir məhsul olmamalıdır mağazada, o da okey. Bunların hamısı ilə okeyləşirsən ki, mən pul buraxacağam, 2 mərtəbə obyekt tikdirəcəm və ya alacağam və ya kirayə eləyəcəm. Onu sənin dizaynına uyğun təmir eləyəcəm. Hər şey qutarandan sonra deyirsən ki, yəqin şödə alacağım. Yox deyirsən, ayda neçə dənə satırsan motosikl. Orada Azərbaycan kimi kiçik ölkələr ilişib qalır. Çünki sən ayda deyəcəksən, tutaq ki, 50 dənə ki, mümkün deyil Azərbaycan kimi bir yerdə 50 dənə satış. O deyir ki, neynirəm mən 50 dənəni? Sənin yerivə göndərərəm həmin məhsulu Avropaya. Həftəyə 50 dənə satılar. Məsəl üçün Türkiyənin 80 milyon əhalisi var. Satış üzrə yuxarılardadır Türkiyə motosikl satışı üzrə. Ona görə onlarda məsəl üçün bütün brendlər can atır Türkiyəyə məhsul verməyə və belə bir şey də var ki, hər belə deyək də distributorun mərkəzi bir hər brendin mərkəzi bir distributorluğu var. Deyənmədim ay sözü. Nədir bu? Misal üçün sən hansısa bir Aprilia'nı almaq istəyirsən, Aprilia sənə distributorluq verməyəcək. Deyəcək sənin ölkəvə ən yaxın, misal üçün Türkiyə var, sən almalısan Türkiyədən və yaxud Gürcüstan və yaxud başqa bir ölkə, Rusiya. Yəni birbaşa sənin özünə distributorluq verməyəcəklər. İndi bilmirəm, külək normadan çox olacaq 100%, çünki bayaq indi videolarda görəcəksiniz, bayaq uçdu başımın üstündən, yaxşı ki başıma dəymədi. Qabağa şpilka taxmışdım, videolarda görəcəksiniz. O şpilka dayıca yoxdur. GoPro ilə çəkiliş olunmalıydı, GoPro məndən küçüb. Tərsliyi üstünə. Görək başımıza hədə qabaqda nə gələcək. Hələ Kürdəmirə qədər belədir bəlkə. Gör Kürdəmirdən sonra nə olur. Yol o qədər də super deyil. Yüksək sürətə qalxanda o da görüntülərdə var. Insta 360-ın çubuğu başın əyir aşağı. Yəqin ki orijinal öz çubuğunu istifadə eləməmişəm deyədir. Çubuq yox daha doğrusu. Onu belə deyək də rula bağlayan detal. Yüksək sürətə tab gətirmədi bayaq, əyildi. Plus bağlantısı mənə çox etibar vermir. Uzadanda istər-istəməz müqaviməti artır. Qorxuram Insta360 qırılar, yolda düşər, ondan sonra tikəsini tapa bilərəm ancaq Insta360-ın. O riskə də getmək istəmirəm. Bayaq söhbətim yarımçıq qaldı, yadımda deyil o videolardakı səslər düşdümü, düşmədimi, bunda da düşüb düşəcəyini bilmirəm. Olmasa artıq Qarabağda vlog olaraq çəkəcəm mən bunları. Deməli başıma motosikl aldım, 1000 kilometr apqatkasını elədim. Motosiklimiz Vogue DS525X-dir. 500 kub, 2 silindir, hava nə idi ay Allah? 500 kub, 2 silindir, maye soyutmalıdır, injektor sistemidir. Arxa qabaq ABS-dir, Metzeler təkərlərdir, Kayaba amortizatorlardır, Nissin tormuz kaliperlardır. Yəni motosikl bombadır. Motosiklın heç nə vecinə deyil.
əla vəziyyətdə də işləyir, heç 1 qram da incitmir. Sərfiyyatı mən performanslı sürüş eləmişəm, 150-dən aşağı salmamışam sürəti. Normadan artıq sürətlərdə sürdüyüm üçün hal-hazırda baxıram 100 kilometrə anlıq tükətimi 4-4'dür. Amma mən bu motosikla sakit sürüşdə 3.7 litrə qədər sala bilmişəm. 3-5 sala bildiyini deyənlər də var qlobalda, Türkiyədə. Mən 3.7-yə qədər sala bildim. Hələ ki Sena məni yolda qoymayıb, sağ olsun. Senadan heç bir şikayətim yoxdur. Bir dənə bunun öz motosiklın öz patpresi belə deyək, qalxıb düşəndi, amma qaldırsan da bu dəqiqə düzdür, boy fərqindən də olur ki, mən elə gəlir ki, limitlərdəyəm də məndən daha qısa boylu 1.78-dir mənim boyum. Məndən daha qısa adamlar bu motosiklı sürəndə əziyyət çəkəcək. Bunun şüşəsi bəs eləmir. Sinəmə gələn küləyi tamamən kəsir. Orada okey. Amma vizorun içinə qəşəng normal vizora külək vurur. Orada biraz əziyyət çəkirik. Əskərlərimizə də salam olsun. Bayaq da bir takipçimi gördüm. Profilin göstərdi. Takibimdə də var. Kilber idi TikTok'da profilinin adı. Ona da təşəkkür edirəm xoş münasibətinə görə. Nəysə, motosiklın apqatqasını qutardım. Dedim buna yaxşı yağ tökmək lazımdır. Ucuz yağ tökmək olmaz təbii ki. Baxdım ki, açığın deyim, Azərbaycanda olan yağların 90%-nə artıq mənim şəxsi təcrübəmlə etibarım qalmayıb. İndi bir brend adı çəkməyəcəm, kimsə inciməsin. Öz istifadə elədiklərimdən məmnun qaldığım ipon idi. Bu dəfə Notsi yağını tökdüm. Bax, 500 kub, 2 silindir motosikldır, maye soyutmadır, dolu çəkisi çantaları ilə təqribi 230 kiloya yaxındır. Boş çəkisi 203 kilodur. Pilus, çantalar da polunu yükləmişəm. Sürətimi də heç aşağı salmıram. Yəni normal sürətlə də sürürəm motosiklı. Bilmirəm videodan nə qədər görsənir, nə qədər görsənmir. Bir şey ki, sürətdən güclü belə boltum buraxdı. Deyirəm də, bugün ancaq təsdiqlər mənə tapır. Notzi'nin 1040 yağını istifadə elədim. Full sintetik yağdır. Brand Moto gətirib bu yağı. Brand Moto'ya da çox sağ ol deyirəm ki, həqiqətən orijinal yağ gətirdikləri üçün. Bəzi mağazalar kimi, mağazacıqlar kimi gic yağlar gətirmədilər. Elə yağı həm bu səyahətə dəstək kimi pay verdilər. Heç kimin ağlına gəlməsin. Mən pulla almağa getmişdim. Onu onlar həqiqətən jest elədilər mənə. Sağ olsun həm Rafət, həm Bəxtiyar. Bir də bu biraz isinsin havalar və aşağı rayonların içi ilə gəzəndə, qutqanı soyunanda bunu geyinəcəm. Qolları günəş yandırmamaq üçün, belə deyim, ortopedik bir dənə qolluqlar var. Hansı ki, o şeydə bazarda satılan bu 3 manatlıq, 5 manatlıqlardan deyil. Onları taxırsan, bir nəfər var idi, taxmışdı onun rəngarəng birini. Tünd rənglər günəşi keçirdib, açıq rənglər keçirtməyib. Qaqaş çıxardandan sonra qolu dalmat itləri olur, ağ-qara, o vəziyyətə düşmüşdü. Yanıq idi, yarısı ağ, yarısı qara. Bunda o problem yaşamırsan. Plus taxanda qola, elə qutusunun üstündə də buz şəkli var. Həqiqətən də elə bilirsən ki, qollarına soyutma sistemi taxmısan, çox bomba bir şeydir. Mən həmin gün mənə hədiyyə elədikləri gün onu yoxladım. Kim də istəyirsə əgər pul verməmək gəlib məndən götürüb yoxlaya bilər. Heç bir təmənnasız, yəni tam səmimi şəkildə deyirəm, çünki bunları özüm istifadə eləmişəm deyə. Kutka yay kutkasıdır. Hamıya məsləhət görürəm mən. Ümumiyyətlə yayda yay kutkası, qışda qış kutkası geyinmək. Və səhər gələndə digər kutkaydı əynimdə, gödəkçəydi, qış üçün idi. Biraz hava biraz isinməyə başladı. Qədirxumda zavtırk eləyəndən sonra bu gödəkçəni götürdüm artıq. Bu tam idealdır mənim üçün, yaxşıdır. Videonu davamlı çəkib çox dəhşət uzatmaq istəmirəm. Görək səs zapsımız təqribi neçə saniyə gedib ki, hamısı bir dənə videonun içinə toplanmasın.